Natiqlə bağlı hər işlər görürsünüz. Bu bizim üçün böyük bir şərəfdir və bütün ailə üzvlərim adından, Natiq Qasımovlar ailəsinin adından təşəkkür edirəm. Atam, anam, bir də 4 nəfər uşaq oldu. Ən böyüyüm mənəm, Nofel Qasımov. Məndən sonra bir bacım Nahidə Qasımova. İndi düzdür onların soyadları dəyişib, ailə qurublar. Ondan sonraki bir bacım Kəmalə, ən balacamız, son beşiyimiz Natiq Qasımov. Biz 6 nəfər bir ailədə olmuşuq. Natiq Qasımov Gədəbəy rayonunun Kiçik Qaramrad kəndində anadan olub. Onun 3 yaşı olanda biz Mingəçevir şəhərinə köçmüşük. Anamın xəstəliyi ilə əlaqədar yüksək qan təzyiqi olduğuna görə dağ yerində onun vəziyyəti yaxşı olmurdu. Ona görə biz ailəlikcə Mingəçevir şəhərinə köçmüşük və Natiq o Mingəçevir şəhərində böyüyüb və 4 saylı orta məktəbə daxil olub, o məktəbi oxuyub. 1989-cu ildə Rus hərbi ordusuna çağırılıb. 89-91-ci illərdə Rusiya dövlətində, Krasnoyarsk vilayətində 2 il daxili qoşunlarda hərbi xidmətdə olur. Hərbi xidmətdən gələndən sonra da bir 3-4 gün, dəqiq yadımda deyil. Yəni heç bir həftə tamam olmadı. Könüllü yazı getdi Qarabağ şahidləri dəstəsinə Ağdamda. Və fevral ayının hardasa 15-i bilmirəm, yoxsa 18-i idi, nə idi? Gəldi Mingəçevirə, elə o ayın 26-sı fevralda da soyqırım baş verdi. Elə həmin soyqırımın səhərsi günü növbəti dəfə həmin batalyona qayıtdı. Həm də onun orada o komandiri Yaqub, Ala Yaqub deyirdilər, ləqəbi Qatır Məmməddir, Yaqub Rızayev. Onun oğlunla orada elə getdiyi günlərdən nəsə münasibətləri tutub. O, Natiqin bir şey var idi ki, özünə uyğun, özünün xasiyyətinə uyğun, belə qoçaq, belə deyim də, vətənpərvər uşaqlarla özünlə tez-tez dostlaşır. Və elə o Can Poladla da dostlaşdı orada. Sonra da o Xocalı soyqırımında Xocalıların nəşilərini çıxardan vaxtında elə Can Polad özü qəhrəmancasına şəhid oldu. Elə onu da eşitdi. Xocalı soyqırımını da eşitdi də və elə fevral ayının 27-si günü yenidən Ağdama qayıtdı. Mart ayının 12-sində bizə xəbər gəldi ki, Natiq itkin düşür. Və biz atamla ikimiz qoşulduq bu işin dalınla, getdik Ağdama. Ağdamda məlumat verdilər ki, onlar 7 nəfər olublar. 6-sı şəhid olub, amma Natiqin nə ölüsü, nə dirisi yoxdur. Yəni itkin kimi getdi, bir neçə gün. Bizə xəbər gəldi ki, Natiqin Aqanek jurnalında şəkili var. Mən düşdüm o vaxtı, Aqanek jurnalı qəzet köşklərində satılır da, amma ən çox abunəçi kimi kimlərsə yazılırdı, evlərinə gətirirdilər. Getdim mərkəzi poçtdan maraqlandım, dedilər ki, bəs Qres qəsəbəsində, elə biz də orada yaşayırdıq, Mingəçevirdə Qres qəsəbəsi olan yerdə. Dedilər, orada bir Tatar qadın alır həmin jurnaldan. Gəldim, mən o jurnalı tapdım, o qadından aldım. Baxdıq ki, yəni mənim qardaşımdır, Natiq Qasımovdur, əynində idman paltarı, atamın idman paltarını gedəndə soyuq idi deyən, onu geyinib getirmişdi altından da belə. İdman paltarda bunu ayağında rezin çəkmələr, əlində də bayraq, 2 nəfər erməni bayevikləri
Sağında solunda aparırlar. Şəkili İtalyan fotoğrafı Enrico Sarzini. Hərbi reportyordu. O elə bil Konstantin Smirnovla Moskvadan Ermənistana ezam olunmuş foto müxbiri, korrespondentlər də müxbirlərdir. Onlara rabitə qurğusu ilə bir ismarıc gəldi. Biz təpənin başındakı kilsəyə sığınmış bir neçə Azərbaycanlını mühasirəyə almışıq. Gedək onları tutaq. Beləliklə bir yük maşınına mindik və təpəyə qalxdıq. Maşından düşəndən sonra bir neçə mil piyada getməli olduq. Kilsənin içində müdafiə olunanları bir neçə erməni mühasirəyə almışdı. Təbii onlar öldürülmək istəmirdilər. Yəqin bu vəziyyətin necə təhlükəli olduğunu başa düşürsünüz. İçəridə neçə nəfərin olduğunu bilən yox idi. 3 mü, 4 mü, heç kəs bilmirdi. Onunla çox pis rəftar eləyə bilməzdilər, çünki yanlarında jurnalist var idi. Mən daha əvvəl Vyetnamda buna bənzər hallara rast gəlmişdim. Oradakı əskərlər əsirlərlə belə deyək, bir qədər nəzakətli rəftar edirdilər, çünki orada mətbuat işçisi var idi. Nəhayət, biz onu maşına mindirdik. Stepanakerte yollandıq. Onu bütün gecə boyu sorğu-sual elədilər. Stolun üstündə də tapanca qoymuşdular. Bununla incə bir şəkildə hədə-qorxu gəlirdilər ona. Oğlanın halına yanırdım. Dili dodağı qurumuşdu. Su vermirdilər. 3 gün kilsədə susuz qalmışdı. Hələlik. Mən gecənin yarısı getməli oldum. Çünki ondan sonra fotoşəkillər üçün Moskvaya qayıtmalıydım. Bunun səbəbi hekayəmin bitməsi idi. Mən daha bacarmırdım. Gəliblər ki, erməni haqqında nəsə çəksinlər. Onlar heç özləri də bilmədən orada Natiqin qəhrəmanlığı çıxıb ortalığa. Sarzini ilə, daha doğrusu foto müxbirlə. Dedi ki, mən orada məni cəzb eləyən, mən onun 19 dənə dedi şəklini çəkmişəm. Amma məni cəzb eləyən orada onun 2 dənə şəkil olur. İkisi də əlində bayraq şəkilləri. O bayraq şəklinin birində normal vəziyyətdə düşüb, amma birində sifəti çox azınacaqlı vəziyyət olduğuna görə o təmiz formatda olan, əlində bayraq olan şəkili Ağanev jurnalına vurmuşdular. Amma 19 dənə şəkil oldu. Sonra mənim oğlu getdi Moskvada, o Moskvada yaşayırdı. Orada Moskvadan gelib İtalya, İtalyadan onun bir neçə dənə şəklini alıb bizi mənə göndərmişdi. Sonra mən də burada verdim, mətbuatda yayıldı bir neçə yerlərə. Sonra deməli 2016-cı ildə Elçin Musaoğlu, rejissor, bir dənə film çəkmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bir dənə film çəkməli oldular. Natiq Qasımov 2016. Onlar başladılar, onlar da getdilər İtalya, həmin Sarzilini çəkdilər. Moskvada getdilər, Smirnovu çəkdilər. Bizim Ali Başkomandanımız, Cənab Prezidentimiz tapşırıq verib ki, Natiq Qasımovla bağlı məlumatlar toplansın. Çünki bütün mətbuatlarda, belə sosial şəbəkələr, televiziyalarda Natiq haqqında tez-tez verilişlər gedirdi, məlumatlar gedirdi. Çəkilişlərin hamısı, belə deyim də, çox yayıldı. 2024-cü ildə, iyun ayının 25-də elə mənim ad günüm idi. Və Cənab Prezidentimizin sərəncamı çıxdı, televiziyada elan elədilər ki, Natiq Səlimoğlu Qasımov uzun müddət döyüşdüyü postu normal vəziyyətdə saxlayıb, yəni layiqincə qəhrəmanlığa görə Azərbaycan Respublikasının milli qəhrəman adına layiq görülür. Prezident İlham Əliyev Natiq Qasımova Azərbaycanın milli qəhrəmanı adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlimoğlu Qasımova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Onlar 7 nəfər olublar. Onlar 7 nəfər döyüşdə olublar, mühasirəyə düşüblər. Mühasirəyə düşüblər. Onlar da həmin o mövqeyi almaq üçün, niyə maraq var idi o mövqeyi almağa? Ona görə ki, oradan yüksəklikdir. Ora elə bil Xocalı ərazisidir, amma Ağdama yaxındır. Xocalıya yox, Ağdama daha yaxındır. Oradan da Ağdamı vururmuşlar. Bunların da komandirləri deyib ki, amma ancaq o postu almalıyıq. Başqa variant yoxdur. Çünki oradan vururlar. Elə bizim qərargahı da vururlar, Ağdamı da vururlar.
Bunlar da qalxıblar orada yolda mühasirəyə düşüblər. Bunlar döyüş zamanı 6 nəfəri şəhid olub. Şəhid olub döyüşə bir dənə natiq nə tərq olubsa indi onu yəni bilən bir insan yoxdur da. Çünki onlar 7 nəfər olublar, 6-sı şəhid olub, natiqi də sonradan qətlə yetiriblər da. Bizim bildiyimiz məlumat budur. Yəni Balasalyanın sifarişi ilə birinci dəfə o vaxtı dedilər 92-ci ildə ki, Allahverdi Bağırov dedi ki, Balasalyan deyir ki, o bizim o qədər əskərimizi məhv eləyib ki, ona görə biz onu diri-diri yandırdıq. Amma sonra filmdə, bu oğul filmində orada ermənini danışdırırlar Aşot Mosesyanı. O deyir ki, mən əskər yoldaşlarımızdan deyir, mən də oradaydım deyir, döyüşlərdə mən də iştirak eləmişəm. Biz deyir ona qumbaran atırdıq, o qumbaranı qaytarıb bizə atırdıq. Orada deyir özünə səngər qazmışdı, təmiz hava almaq üçün yer eləmişdi. Biz deyir orada şaşqalar atırdıq, üstü verən boğucu qumbaralar atırdıq, amma o deyir onu götürüb bizə çölə tulluyurdu. O Azərbaycanlı əsir cəsarətli əskər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür eləyin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşqası atırdıq. Amma heç nə təsir eləmirdi. Orada təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi səngər, sığınacaq qazmışdı. Beləcə də sağ qalmışdı. Sonra biz Aşota dindirilmə səhnəsinin fotoşəklini göstərdik ki, görək o zabiti tanıyacaq, ya yox. Bəli, bu Vitalidir. Tanıyıram. Xatırlayıram. Çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitali. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni, elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzsən. Yəni, o dərəcədə təmiz danışırdı. Hələ bu harasıdır. Aşot bizə daha bir sirr açdı. Sən demə Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edibmiş. Vitali Balasanyanın sayəsində Xocaldan bir müəllim gətirib kilsəyə saldılar ki, o Azərbaycanlı ilə danışıb, onu oradan çıxmağa razı salsın. Elə də oldu. Bəli, belə də oldu. Balasanyan o vaxt oradaydı. Mən də həmin vaxt oradaydım. 3-cü Stepanakert bölüyünün tərkibində ora getmişdim. Biz Aşotdan onun natiqin sorğuya çəkilməsində iştirak edib etmədiyini vəəsirin sonraki taliyi haqqında bir şey bilib-bilmədiyini soruşduq. Mən söhbət zamanı orada deyildim. Heç bir şey də eşitməmişdim, amma dostlarımızdan biz gedəndən sonra orada nə baş verdiyini soruşmuşduq. Eşitdiyimə görə onu doğramışdılar. Doğramaq deyəndə nəyi nəzərdə tutursunuz? Qısası öldürmüşdülər. Əsir götürüləndən sonra öldürmüşdülər. Dəyişdirməmişdilər. Öldürmüşdülər, hə? Bəli, belə eşitmişdim. Xocalı əsirlərin içindən 23 nəfər elə bir Xan kəndində təzyiratxanada saxlayırmışlar bunları, polis təzyiratxanasında. Onların içindən Cəfər Cəfərovu, hansı ki Xocalıda məktəb direktoru oldu. Onu götürüb özləri ilə aparıblar, orada deyiblər ki, girirsən içəri, sizin burada böyük bir dəstəniz vuruşur. 5 gündür biz burana ala bilmirik. Girirsən içəri, deyirsən ki, təslim olsunlar. Əgər təslim olsalar, sizi azad eləyəcək, yəni əsirlikdən dəyişəcək. Əgər təslim olmasalar, olar, sizin hamınızı güllələyəcək. Yəni, bu fikri onlar oradakilara çatdırır. Cəfər müəllim də gedib görüb ki, natiq təkdir. Bana dedilər ki, burada sizinkilər bir dəstə bayaviklər döyüşürlər. Burada bir kilsə var, oranı tutublar, bizim kilsəmizdir. Bizim kilsəni zəbt eləyiblər və oradan əskərana bizim adamlara ateş açırlar. Sən bizə kömək eləyərsən. Mən də indi onların əlindəyəm. Dedim, nə kömək eləyim? Dedi ki, indi görəcəksən. Bir BTR gəldi. 2 dənə BTR. Birini özləri əyləşdilər, birinə də bizi məni oturtdular. Özləri bir neçə də jurnalist. Danışıqlarından gördüm, İngiliscə danışır. Sonra
Orada danışığından gördüm ki, deyir ki, İtalyan jurnalistidir. Gətirib meşənin içi ilə çıxartdılar, bir zirvəyə çıxdı. Oradan meşədən çıxanda gördüm, artıq meşə qutardı, indi yamaşdı. Xəbər eləyirsən ki, əgər silahı yerə qoymasalar, sən də burada güllələyəcəyik, Xocalılarda güllələyəcəyik, oradakı əgər yox, silahı yerə qoysalar, onları dəyişəcəyik. Aparıb Ağdamda dəyişəcəyik. Bax, belə bir ultimatum, şərt kəsdilər. Saxlayın ateşi! Saxlayın! Saxla ateşi! Ben Azerbaycanlıyım. Vallahi Azerbaycanlıyım. Allah'ın olsun Azerbaycanlıyım. Atmayın kardeş, atmayın. Dedi, kimsən? Mən onu tərpətdim. Dedi, kimsən? Dedim ki, özümüzünkidir. Mən öz adamımızam. Narahat olma. Dedim, və sənin döyüş yoldaşların hanı? Dedi ki, yoxdur, təkəm. Dedim, mən təkəm. Natiq kilsədə olanda, mən onu tapanda, onun başının üstündə, sorğu-sual eləyəndə dedim ki, Natiq, ermənilər 100 metr aralıda gizləniblər, silahlı ermənilər, məni irəli buraxdılar, gəlmişəm sənin yanına. Silahı yerə qoysa, döyüşçülər silahı yerə qoysalar, əsirləri buraxacağıq. Sən də onların daxil olun. Yox, əgər silahı yerə qoymasalar, onda əsir düşmüş Xocalıları da güllələyəcəyik, səni də öldürəcəyik. Natiq bu sözlərimi, mənim sözlərimi eşidəndə əsl kişi kimi dedi ki, mən əsir düşmüş bizim millətimizin, Xocalıların, əsir düşmüş Xocalıların güllələnməsinə razı ola bilmərəm. Bu kişilikdən deyil. Ona görə elə onun təslim olmağı, elə onu şuurlu şəkildə yerinə yetirdi ki, qoy əsirlər xilas olsun. Mən 98-ci ildə seçki komissiyasının üzvüydüm. Ulu öndərimizin ikinci dəfə prezident seçilən məqamında, seçki məntəqəsində orada Xocaldan Zahir adında bir nəfər yoldaş var idi. Bizim məntəqəyə təhkim olunmuşdu. Dedi ki, bəs mən bilirəm ki, Cəfər müəllim bizim qohumdur. Belə bir şey danışıb. Natiq Qasımov adında belə bir adam olub. Gedib o Cəfər müəllim onu oradan çıxardı. Çıxartmasa 23 Xocalı gülləliyəsiymişlər. Sonra mən o Cəfər müəllimlə münasibət saxladım. Cəfər müəllim də deyir, getdim, gördüm orada bir nəfər bu təkdir. Dedim ki, bəs buradan elə arxa tərəfdən pəncərə var. O pəncərədən düşüb ağaçlığın, meşənin içindən sən qaçıb Ağdama gedə bilərdin. Niyə qaçmamısan? Deyir ki, bəs mən bu boyda postu lisə müddətli saxlayıram. 5 gün təkcə saxlamışam. Buradan bizim ərazilərimizi bombalayırlar, raket atırlar, top atırlar. Mən bu postu saxlamışam, bayrağımızı da sansmışıq bura. Bayrağımızı qoyub hara gedib. Niyə qaçmalıyam? Deyir ki, bəs onların istəkləri nədir? Deyir ki, bəs əgər siz təslim olmasanız, Xocalıları güllələyəcəklər. O da deyir ki, təbii siz deyəndə burada bir dənə mənəm, ayrı heç kim yox. 6 yoldaşlarımız hamısı şəhid oldular. Bu uzaq sahillərdə bu Mixailonu damdan çıxartmaq üçün 5 nəfərdən birini güllələyərək deyib Tinti dayını ora göndərdikləri kimi Çardağa çıkıp ona de ki 5 dakikadan sonra bu evi alt üst edeceğim. Koy teslim olsun. Bu da ahırı. Mikhailo, ayol, 5 dakikadan sonra bu çardağı patlatacaklar. Öz evine heyfin gelmir Tinti. Ne ev? Biz indi ne edek? Akı sen buradan kaçıp gizlenebilirdin. Bəs bu günahsız adamlar?
Düzdür. Oğlum Hüsilin də belə edərdi. Əziz balam. Əlvida ata. 3 dəqiqədən sonra atmağa başlayacaqlar. Get buradan. Mən səninlə qalacağam. Bu saat atmağa başlayacaqlar. Tez ol get. Yox, getməyəcəyəm. Çox sağ ol. Ata. Onda mən gedərəm. Burada da Tinti dayını əvəz eləyən Cəfər müəllim. Belə o da da başqa variantı olmuyor. Çünki elə bu buradan gedəndə də Xozallar adından getmişdi. Ki Xozalların qanını almaq üçün. Orada da Xozalların güllələnməsinə razı olmazdı axı. Bunun qeyrəti, o uşaq elə bir qeyrətli uşaq idi ki, yəni mənim qardaşım olub. Amma açıq etiraf edeyim ki, yəni onun getdiyi yolu mən gedə bilməzdim. Natiq uşaqlıqda nə qədər sakit idisə, o qədər də dəcəl idi. Amma davakar deyildi da. Yəni gedim kimləsə dalaşım, kimisə vurum, kimisə üstünə belə deyim hücuma keçim. Elə bir şey yox idi. Amma özündən yiyən oğlanda deyildi da. Deyim ki, kiminsə qarşısında aciz qalsın, nə bilim nə olsun. Onun bir məktəb direktoru var idi. Hansı ki, indi məktəb onun adını daşıyır. 4 saylı məktəb. Orada Arif müəllim var idi. İndi rəhmətə gedib həmin müəllim direktoruydu. O məni iclaslara çağırırdı həmişə. Atam işdə olanda mən gedirdim. Deyirdi ki, məktəbdə hansı uşaq narahatçılıq eləyirdi. Onun öhdəsindən gələ bilməyəndə biz deyir onu Natiqə tapşırırdıq. Natiq onu başa salırdı. Amma vurmurdu da, heç kimi vurmurdu, dalaşmırdı. Həm də elə bir idman növü yox idi ki, Natiq onda iştirak eləməsin. Güləş, sambo, cido, karate, nə bilim voleybol, basketbol. O vaxtı paradlar keçirilirdi. Biri mayda, bir də 7-si noyabrda. Parad keçiriləndə zil maşınlar var idi, uzun palnavoz maşınlar. Onların üstünün bordlarını sökürdülər böyürlərini. Xalça çəkirdilər üstünə. Hər o paradda Natiq o maşının üstündə idman növünü elə bil göstərə paraddan keçirdi. Mən uzun müddət o kadrlar axtardım, amma tapa bilmədim. Kino mexanik işləyirdi. O vaxtı maraqlı kinolar olanda mənə deyirdi ki, gedək kinoya baxaq. Bu belə qəhrəmanlıq göstərdi. Orada qəhrəmanlığı göstərdi. Ən çox da Azərbaycan filmlərindən sevdiyi filmlər Qatır Məmməd idi, 7 oğul istərəm idi, Axırıncı aşırım idi. Yəni bu filmləri sonra Tək səsi kinosu var, ona baxırdı. Orada bir ağsaqqal kişi sonda gəlir, oğlunun ölüm xəbərini eşidəndə gəlir, saz çalır, ruhani mahnısı. O mahnını gedirdi o kinoya baxırdı, özü oturub ağlayırdı.
Yeddi Oğul İstərəm filmində Cəlalı öldürülən məqamında həmişə bizlə oturub divanda baxırdı. Ölüsünü ver. Kollarım üstü aparıp bastıram. Eğer diridirse dirisini ver. El ele tutup gedey buradan. Heç kəs məni sənin ayağına gəlməyə məcbur edə bilməzdi bəy. Zamanı eylədi. Kimi deyir Gizir? Belki Humayı değil. Diyesen yazı uşağın başına hava gelip ha? Nə tez qabaqladın məni, Kələntər dayı? Senin aklınla gelmişim. Ha, sen bu rüzgarınla gelmişim. Demə Şəkər bəyin oğlu elçiliyə gəlinmiş, bizim də xəbərimiz yox. Belə işlər Gizir. Deməli cəmaat, Şəkər bəyin oğlu Gəray bəyin qızına aşık olub. Sən, deməli mən qızımı verim sənə. Sən də əl qolumu bağlayıb, apar məni təhvil ver Sarı Şəmistana. İmarətim, qızıllarım, var dövlətim hamısı qalsın sənə. Ormanlarımda at çapıb, qılınc oynat. Gecələr də qızımla bir yastığa baş qoyub, söy mənim qəbrimə. Cavab ver, küçük. Uzatma bəy. Humay sağdır, bu mənə bəsdir. De indi qaçaqlarına tez güllələsinlər məni. Niyə eyb alırsan? Son nəfəsimdə səndən bircə xahişim var. Dəymə ona. Humay mənlə görüşmək istəmirdi. Dəymə ona bəy. Gör bil peykanlıda neçə gəlini dul, neçə uşağı yetim qoymusan. Heç olmasa öz balana qıyma. Axmaq, sizin qanınız halaldır. Hamınızı bircə güllələyəcəyəm. Sarı Şəmistanı, Bəxtiyarı, onun qədələrini, hamınızı. Bacarmazsan bəy, heç bacarmazsan. Çünki uduzmusan, çoxdan uduzmusan. Nəyi uduzmuşam gədə? Ağalığını, keçmişini, gələcəyini, hamısını. Yaxşı, Humayı versəm sənə onda necə? Ancaq bir şərtim var. Gərək Komsomol Bəxtiyarın başını gətirəsən mənim üçün. Hı? Ana Aşıq Vəli. Buyur bey. Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı? Yanıq Kərəm bey. Çal Aşıq. Ağa bəy havasıdır. Çal. Çal Aşıq, çal. Çal Aşıq, çal. Komsomolun canı it canıymış. O bircə qağanın qəbrinə and verirəm səni.
Kələntər dayı, ürəyimi nişan al, ağrıdır axı. O məqama çatanda divandan sürçürdü, düşürdü yerə, otururdu yerdə, sürçə-sürçə düz televizorun qabağına gedirdi, əlinə də belə tuturdu ki, heç kim görməsin. O, onu orada öldürəndə onu ağlayırdı. Qatır Məmmədi o Əziz deyir də, o film rolunda desək, onu arxadan orada gülləliyir, o gedir orada deyir, 14 gündən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu, lakin Qatır Məmməd o günləri görə bilmədi. Məmməd! Harda birləşirik? Necə yəni harda? Danışdıq ki sənlə, çaylıda! Deyirsən çaylıda birləşək? Nə olub sənə? Yuvanma görüm! Dörd gündən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görə bilmədi. Orada ağlayırdı. Amma həmişə deyirdi ki, mən nə vaxtsa bu qəhrəmanların biri olacağım. Natiq uşaq idi o sözləri deyəndə. Neçə ildən sonra müharibə olacaq. Müharibəndə də iştirak edib 32 il yarımdan sonra döyüş səhnəsindən sonra.
Dövlət başçımızın bütün araşdırmalarından sonra Azərbaycanın milli qəhrəman adına layiq görülməsi bizim üçün yəni gözlənilməz bir şey oldu. Anam keçən il dünyasını dəyişdi. Ona qədər anam eləcə həmişə deyirdi ki, Natiq sağdı gələcək, sağdı gələcək. Amma dünyasını dəyişən məqamlarda dedi mən Natiqin yanına gedirəm. Onda əlimiz üzdük ki, o sağdı. Ne zulümdü çekilse galiba. O 5 gün orada kaldı galiba. Ondan sonra ne verdiler sana neydi? Damalım var. Neçə gündür paltarı eynində lanet. Teşnəni yekəldən də yanıma düşdü mü, belə dülümləcək edildi var. Annem ben üstüme kazandı elə bilirdim dünyamda. Allah'ın ne kısmetiydi sen. Başıma dolanma. Bize göreydim senin karşına dolana kalardım. Ondan öyleydim. Ay Allah. Adam özüne ne kadar nefret ediyor. Ne bileyim ben neye göre yaşadır Allah beni. Göreceğim, görmeyeceğim bile Allah size verir. Mən hər dəfə tədbirlərdə zadda söz verirəm ki, ağlamayacağım. Amma məndə o ürək qalmır. Çünki mənim ürəyim deyərəm ki, tamam üzdülür. Elə bir şey qalmır. Natiqin belə sağ qalması, mən düşünürəm ki, bəlkə də mən eşitsəm ki, Natiq sağdır. Sevincdən bəlkə də mənim ürəyim dayanır. Bu tək bu his məndə deyil, ha, bütün ailə üzvlərimdə. Hətta mənim nəvəm 5-6 yaşı tamam oldu bu aprel ayının 27-sində. Eləcə əmi vəssalar, Natiq əmi. Köynəyinin yaxasında onun şəkili gəzdirir. Yaxasında bir loku var, onun şəkili. Yəni Natiqlə bağlı bilsin nətərdir. Bütün nəslimizdə bacımı, o birisi bacımı, uşaqları yox, hətta nəvələri bu günlərim Natiqlə bağlı hansısa bir hissləri yaşayırlar ki, bəlkə nə vaxtsa gələr. Az onu bilirəm ki, Natiqin sağ xəbəri çıxarsa olsa, nəinki respublikamız, bütün dünya lərziyə gələcək. Bütün dünya. Çünki dünya səviyyəsində aldığım məlumata görə belə bir insan 3 nəfər olur. Döyüş qurtarandan sonra düşmən üstünə dövlət bayrağından çıxan 3 nəfər. Onun biri Natiq Qazıbov. Yəni 100 illərlə belə bir şey oldu. Bildiyim qədər də onun biri Türk olur. Biri Vietnamlı olur, Vietnamdan da Yatsin'dən. Biri də Azərbaycanın Natiq Qazıbov. Bu ayrı bir tarixdə belə bir şey oldu. Sanki düşmən qabağına dövlətin bayrağı ilə gedəsən. Yəni bu ağla sığılmaz bir şey. O vaxtı mən Natiq itkin düşəndən sonra bir il nə atam, nə mən üzümü qırxmadım. Bir gün səhər durdum. Molam dedi ki, gedin o üzümüzü qırxdın da, güya bu nəyi dəyişir? Deyəndə atam dedi ki, mən gecə yuxuda gördüm ki, Natiq deyir ki, mən ölməmişəm. Mən yas saxlayırsın.
İnanın ki o yuxunu mən də görmüşdüm. Eyni gecədə onu anam da görmüşdü, atam da mən də görmüşdüm. Həmən günü biz ikimiz də ata-bala getdik, üzümüzü təmizlədik. Mən üzümü təmizləyəndən sonra uşaqlarım mənə yaxın durmadım. Tamam dəyişdim də, onlar məni saqqallı kimi görmüşdülər. Üzümü təmizləyəndə öz balalarım mənə yaxın durur. Təsəvvür eləyin əvəziyyəti. Natiqə mənim deməyim olardı ki, sən uşaqlıqdan qəhrəman olacam deyə hiç kimi qəhrəman oldu. Mən deyirəm ki, qışdı, yazdı, yaydı, payızdı, bu 4 fəslin hansında olur olsun. Natiq sağ-salamat gəlsin. Qışın oranında, yayın 40 dərəcə, 50 dərəcə üstündə mən 3 gün həyat yaptım. Bunu arzulamışım. Sağ olun, var olun. Sağ olun, Allah sizə də kömək olsun. Yəni belə işlərdən məsul olursunuz, hazırlayırsınız, ictimaiyyətə yayırsınız, göstərirsiniz. Var olun, var olun. Öpürəm, hər birinizi var olun. Akşam olur, hasret büyür, dağ olur. Bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Belki dağlar duman duman savrulur. Belki sesim çığlık çığlık duyulur. Belki yavrum bir tabuta koyulur. Üzülme annem. Bir yangın ki ciğer ciğer kavrulur. Bir yangın ki kardeş kardeş vurur. Belki kalbim bir bayrağa kan olur. Gülümse annem. Yine yağmur ince ince çiselenir. Yine toprak yazı gelince çiçeklenir. Sen beni hep rüyalarda gör annem. Gör ki kalbim bir mezarda dinlenir. Sen beni hep rüyalarda gör annem. Gör ki kalbim bir mezarda dinlenir.
Belki dağlar duman duman savrulur. Belki sesim çığlık çığlık duyulur. Belki yavrum bir tabuta koyulur. Üzülme annem, bir yangın ki ciğer ciğer kavrulur. Bir yangın ki kardeş kardeş vurur. Belki kalbim bir bayrak kan olur. Gülümse anne.